Belə bir şeylə qarşılaşmışıq. Bu təkbirçilər və aleykum deyirlər salam verəndə. Dəqiq bilmək istəyirdim, belə bir şey var yoxsa? Yəni kafirlər o vaxtı Peyğəmbər s.ə.və Əssəlamu aleykə deyirdilər, yəni ölüm deyirdilər. Peyğəmbər s.ə.v onlara sizə də belə qaytarırdı. Yoxsa salam aleykum və rəhmətullah ya məsəl salam aleykum deyirdilər Peyğəmbər s.ə.və, o da elə qaytarırdı. İnşallah onu dəqiq bilmək istəyirdik Allahın izni ilə. Qardaşım, İslamda gəlib salamın 3 növü. Əssəlamu aleykum, əssəlamu aleykum və rəhmətullah, əssəlamu aleykum və rəhmətullahi və bərəkətuh. Cavab da necə salam verirlər, ən azından el olmalıdır. Ən azından belə olmalıdır. Qaldı yahudilərdən gələn odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə əssəlamu aleykum demirlərdi. Yəni, Allahdan əmin-əmanlıq diləmirlərdi. Onlar bəddua edirlərdi, qardaşın zikr etdiyi kimi əssəlamu aleykum deyirlərdi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də onlara deyirdi ki, sizə olsun və aleykum. Amma qaldı, əgər kafir olan, qeyri-müsəlman, bir müsəlmana bəddua deyil də, İslamda gəldiyi şəkildə salam verərsə, ən doğru rəy odur ki, ona doğru salam qaytarırsan. Sənə necə salam verirsə, sən də o şəkildə salam qaytarırsan. Bu məsələdə ən doğru rəy budur. İxlasla.com saytı tərəfindən təqdim olundu.